sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır, amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər. Onların işinə təkcə deməli, prezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. Salam, çox hörmətli 102 Xəbər Info və Inforum Xəbər TV izləyiciləri. 102 Xəbər Info və Inforum Xəbər TV rəhbəri olaraq üzümü Azərbaycan Respublikası Prezidenti başda olmaqla aidiyyəti qurumlara, yəni Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Korrupsiyaya qarşı mübarizə baş idarəsinə, Daxili İşlər Nazirliyinə və ələxüsusda bugünkü mövzumuz bəhs olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbəri olan nazirimiz Emin Əmrullayev cənablarınadır. Buradan Emin Əmrullayev cənablarına Azərbaycan Respublikasının şəhid ailəsi, ilk şəhid ailələrindən olan şəhid qardaşı kimi 44 günlük zəfər müharibəsində xalqa, millətə yaşadan qəhrəman oğul atası kimi, qazi veteran oğul atası kimi və Azərbaycan Respublikasının 1-ci Qarabağ müharibəsində ərazi bütövlüyü uğrunda canımızdan keçərək könüllü qoşulub və könüllü müharibədə iştirak etdiyimi nəzərə almaqla, orada aldığım fəsadlarla 3-cü qrup ömürlük əlil kimi cənab nazirə müraciət edirəm. Emin Əmrullayev cənabları, mənim müraciətim şəxsən sizə və aidiyyəti qurumlaradır ki, sizin təhsil sektorundan bağlı mühüm tələblər irəli sürsünlər. Sizin Azərbaycan Respublikası Təhsil Naziri gəlindən Azərbaycan Respublikasındakı yaranan təhsil ocaqları bərbad vəziyyətlərə düşüb. Bərbad vəziyyətlərə belə düşüb ki, sizdən öncə Misir Mərdanov cənabları, Mikhail Cabbarov cənabları və digər təhsil nazirlərimiz olmaqla bir çox təhsil müəssisələrimizdə təhsil inkişafa doğru getməkdəydi. Ancaq sizin gəlişinizdən sonra təhsilimizdə korrupsiya halları baş alıb gedir, negativ hallar baş alıb gedir, hərsmərslik baş alıb gedir və bir çox məktəblərdə məktəblilər, şagirdlər tərəfindən bıçaqlanma halları, intihar halları və digər qanun pozuntuları baş alıb getməkdə mövcuddur. Yəni bunların hamısı nədən irəli gəlir? Bunların hamısı sizin təhsil nazirliyi olaraq, təhsil naziri olaraq bizim təhsil sektorlarının müdürlərinə mütəmadi olaraq göstərişinizi verib və sizin göstərişləriniz stol üzərində qalmasından ibarətdir. Stol üzərində nəyə görə deyirəm? Necə ola bilir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən və digər struktur qurumlar tərəfindən biz 4-cü hakimiyyət olaraq Azərbaycan Respublikası Prezidentinin qəbuluna, Respublikanın Dövlət Təhlükəsizlik İdarəsinin rəisinin qəbuluna, Baş Prokurorun qəbuluna, Daxili İşlər Nazirinin qəbuluna, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin qəbuluna asan şəkildə dayanmadan, gözləmədən media nümayəndəsi kimi qəbul olub sözümüzü deyirik, bizi dinləyirlər və biz onlarla əməkdaşlıq edirik. Ancaq sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikasında bilmirəm hansı cəhətdən yaratdığınız regionlar və təhsil şöbələrinin müdürləri jurnalistlərlə elə bil, necə deyərlər, 41-45 müharibəsində hazır vəziyyətə gəlirlər. Yəni ki, hansı məktəblərə, hansı körfələr evlərinə müraciət edilir, dərhal regiondan bizə məlumat verilsin, təhsil sektoruna məlumat verilsin, biz sizləri qəbul edək. Bəs görəsən bu kimi müəllim və müəllimələrinizin sabahları hansısa bir qanun pozuntusundan, hansısa bir korrupsiyadan, hansısa bir qanuna zid olmayan hərəkətlərindən irəli gələn hansısa bir qanun pozuntularını istəyirlərmi ki, ya başda nazirimiz, ya region rəhbəri, ya da təhsil şöbəsinin müdiriyyəti bilsin? Əsla yox. TV rəhbəri və redaksiya rəhbəri olaraq mən bunu əminliklə deyirəm. Yəni, Emin müəllim, sizdən və necə deyərlər, bir jurnalist kimi, bir şəhid qardaşı kimi, bir qazi atası kimi və 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı olaraq aldığım yaralardan 3-cü qrup ömürlük əlil kimi sizdən bir dənə ricam var. Şəxsən sizdən mən bu çəkilişimdən sonra sizin
Azərbaycan Respublikası Prezidentindən daxil olmuş, Nazirlər Kabinetindən daxil olmuş və Milli Məclisdən daxil olmuş bir qərarınızı sizdən jurnalist kimi sorğu verib tələb edirəm. Hansı müəssisələrə göstəriş verilir ki, təhsil ocaqlarında jurnalistlərin girişi qadağan olunsun? Belə bir qanun varsa, biz jurnalistlərə 4-cü hakimiyyət olaraq media nümayəndələrini siz bu qərarla, bu qanunla bizi maarifləndirəsiniz. Ancaq mən onu sizə deyim ki, elə götürək bir çox müəssisələrdə, Gəncə şəhərində 2025-ci il başlayandan intihar halları, bıçaqlanma halları, bu bilirsiniz nədən irəli gəlir? Sizin müəllimlərin dövlət büdcəsini talamağından, sizin müəllimlərin dövlət büdcəsindən, dövlətdən aldıqları məvacib əsasında şagirdləri dərs keçməməkləri, maarifləndirməməkləri və əl-əxsusda psixoloji dərslər keçməməklərdə psixologiya fənləri yoxdur, psixologlar yoxdur, müəssisələrdə tibb ocaqları yoxdur, tibb müəllimləri, həkimləri yoxdur. Necə olur? Bəlkə də orada hansısa bir uşağın halı dəyişir. Götürün yüzüsü nəyə görə yığmalıdır? Təhsil sistemində orada birbaşa olmalıdır. Tibb işçiləri olmalıdırlar. Dinəndə ağız dolusu çıxış edirik. Gənclər bizim gələcəyimizdir. Biz gələcəklərimizi belə mi çurma yollayırıq? Biz gələcəklərimizə belə mi diqqət yetiririk? Emin Əmrullayev, yaraşmaz, region rəhbərlərinizə göstəriş verin. Sizin Təhsil Nazirliyinin əməkdaşları qanunla işlədikləri kimi mənim əməkdaşlarım da, mənim işçilərim də qanunla işləyir. Hər biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdadır, hər birinin əmək haqqı kartları var və məvacib alırlar. Necə ola bilir ki, sizin əməkdaşlar, bizim əməkdaşlar hər bir şəhərdə, şəhərin prokurorundan, polis rəisindən, icra başçısından, digər struktur olan nümayəndələrlə, ərazi idarə etmənin rəhbərləri ilə görüşürlər, bələdiyyələrlə, şəhid ailələrinə olan qayğılarla görüşürlər, prezidentimizin apardığı islahatlarla, regionların iqtisadi inkişafa doğru apardığı dövlət proqramından bağlı məlumatları toplayırlar və mənim özüm hal-hazırda Daxili İşlər Nazirliyinin qrupundayam, sizin Elm və Təhsil Nazirliyinin qrupundayam, ancaq orada yazılır ki, tək inzibatçılar bura məlumat verə bilər. Niyə inzibatçılar? Niyə o qrupdakı jurnalistlər sizə məlumat verə bilməz? Səbəb? Necə ola bilir ki, jurnalist tapdığı faktla mən dəfələrlə sizə Gəncə şəhər 39 saylı Mirzəlal Paşayev adına məktəbdə gedən korrupsiya bataqlığından məlumat verdim. Heç də baxmadınız. Necə ola bilir ki, baş prokurorumuza və baş prokuror yanında korrupsiya qarşı mübarizə idarəsi başda olmaqla Daxili İşlər Nazirimizə məlumat ötürdüm və məlumatı rəsmi şəkildə verəndən sonra korrupsiyadan sizə məlumat gəldi. Müəllimə, Seviş müəllimə dərhal məktəbdən kənarlaşdırıldı. Demək, biz jurnalistlər qərəzli məlumat vermirik. Biz jurnalistlər sizin vuran əlinizik. Ancaq siz vuran əlinizi kəsirsiniz. Özünüzün qeyri-qanuni olan müəllimlərinizin sözlərinə qulaq asırsınız. Sizə bir sual verim. Biz Sovetlər imperiyasını, Sovetlər dövründə oxumuşuq. Bizim vaxtımızda müəllim yanına getmək, hazırlıqlara getmək var idimi? Sizin özünüz hansısa bir hazırlığa gedibsinizmi? Sizin özünüzün dərs saatı deyən müəllimləriniz hazırlığa gedibdimi? Bu necə ola bilir ki? Dərsdə dərsini keçə bilməyən müəllimləriniz, hansı ki bir çox müəllimlər haqqında bizim faktlarımız var, bazarlarda alver eləyirlər, amma dərsləri yazılır region rəhbərləri tərəfindən, təhsil şöbələri tərəfindən və əl-əxsusda Emin Əmrullayev dərs saatları pula satılır. Məndə hal-hazırda Qazidən, Gəncə şəhər qazisindən 3000, 2800, 5000, 7000 pul alma faktları var ki, onu da bugün inşallah rəsmiləşdirəcəm. Cənab Prezidentimiz başda olmaqla Respublika Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiya qarşı mübarizə idarəsinə və güvəndiyimiz, kürəyimizi söykədiyimiz, əşyasinin təminatında düzgün və qürurlu şəkildə duran birbaşa qurumumuzun rəhbəri olan Daxili İşlər Naziri, Polis General Polkovniki Vilayət Eyvazov cənablarına yönləndirəcəm ki, çünki biz yuxusuz gecələrimizi keçirəndə, yuxusuz əstəğfurullah, biz yatıb, dincəlib yuxumuzun acısını alanda Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bizim yuxumuza haram qatmamaqdan ötəri bütün əsasimizi qoruyurlar. Ancaq gəlin baxaq görək, sizin müəllimlər qarşıdan son zəng gəlir. Siz əminsinizmi ki, son zəngdə pullar yığılmır? Neçə videolar gedir? Kanal 21 var bizim əməkdaşımız. Ağdam təhsilindən, Beyləqan təhsilindən, Füzuli hər bir yerdən çəkir
verir efirlərə. Nə reaksiya var? Heç bir. Demək onda belə çıxır ki, qurumun başında, elə rüşvətlərin başında siz durursunuz da. Kimlər durur ki? Və yaxud jurnalist hansısa bir məlumatı çıxardan kimi jurnalistə digər özümüzün dostlarınız, tanışlarınız ya polislərdən, ya baş mütəşəkkir cinayətkarlıqdan, ya dövlət təhlükəsizlik xidmətindən, ya da baş prokurorluqdan zəng göstərirsiniz ki, xahiş edirik o mövzunu götürün, bizə xahiş edin. Niyə? Siz olmazmı ki, öz tabeliyinizə olan müəllimə, region rəhbərləri, təhsil şöbələrinə göstəriş verin ki, Azərbaycan Respublikası prezidentinə, o prezident ki, dünya tarixində tarix yazdı bizim qəhrəman şəhidlərimizlə, qəhrəman oğullarımızla ki, elə bir ulu öndər yadigar olan prezidentimizin daxili və xarici siyasətini dünyaya tanıttıran, Azərbaycan memarı olan ulu öndərin necə deyərlər, tapılmayan, nadir tapındı kimi olan yadigarının siz çıxartmış olduğu qanunlarını özünüz pozursunuz. Heç kəs pozmur. Sabahları bizlər də başımızı qoyduq, getdik bu dünyadan. Azərbaycan Respublikası prezidentimiz də dünyasını dəyişdi. Və bu dəqiqə körpələrə, hər bir məktəb və müəssisələrə canını fəda eləyən Mehriban xanım, birinci leydimiz və onun qızı Leyla xanımın diqqətləri nəyə görə puç olmalıdır? Bu məktəblər kimlərdən ötəri düzəlir? Bu təhsil ocaqları kimlərdən ötəri düzəlir? Düzəlir ki, sizin 800, 500, 300, 1000 manat maaş verdiyiniz müəllimələr ötərki dərslər keçsin və evində uşaq hazırlasın. Əgər bu evində uşaq hazırlayırsa, bu müəllimiyə və vəzisinə verirsiniz. Qaldırın qazilərimizin 80 manat olan maaşlarını, qaldırın veteranlarımızın pullarını, şəhid analarına 600 manat, siz 600 manatı yüksəlmiş şəbəkədə sayısınız. Azərbaycan Respublikası prezidentinə müraciət edin ki, mənim müəllimlərimə 1000 manat yox, 200 manat verirəm. Mənim müəllimlərimdən tutulan 800 manat şəhid analarına ödənilsin, qazilərimizə ödənilsin, veteranlarımıza ödənilsin. Niyə? Sizdən qabaq siz imtahanlar çıxarsınız. Sizdən qabaq Mişahid Cabbarov cənabları, Misir Mərdanov cənabları belə bir imtahanlar eləmirdi. İndi bu gələndən imtahan nəyə lazımdır? Əgər müəllim və yaxud təzə təyin olunmuş hansısa bir məktəbi, universiteti bitirmiş tələbə gəlib müəllim işləyirsə, siz onu imtahanla götürürsünüzsə, bu universitetlər nəyə lazımdır? Sonra gəlib sizin imtahandan keçərlər də, universiteti 5 il nəyə oxuyurlar? Mənim sözüm bu qədər. Emin Əmrullayev, xahiş edirəm. 102 Xəbər Info və Inform Xəbər TV-nin kollektivinə və digər jurnalistlərə maneələr yaratmayın. Yəni biz jurnalistlər də hər zaman prezidentimizin də yanındayıq, dövlət təhlükəsizlik rəhbərinin də yanındayıq, baş prokurorumuzun da yanındayıq, Daxili İşlər Nazirimizin və Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəhbərinin də yanındayıq. Yəni biz onların silahdaşlarıyıq. Biz qanunverici orqan deyilik, qanunverici orqan onlardır. Bizim əlimizdəki real faktları veririk və bu real faktların qarşılığında da onlardan öz zəhmətimizin bəhrəsini görürük ki, doğrudan da bizim zəhmətimiz yerdə qalmadı. Nə yaxşı ki, bizim Azərbaycanımızda belə bir qurum var. Nə yaxşı ki, bizim Azərbaycanımızda İlham Əliyev cənabları, Mehriban xanım, Nazirlər Kabineti, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokuroru, Korrupsiyaya qarşı mübarizə, ələxüsusda yuxusuz gecələrini xalqın əsayişinə sərf edən Daxili İşlər Nazirliyi kimi nazirliklərimiz fəaliyyət göstərir, polis orqanlarımız fəaliyyət göstərir. Yığışdırın bu hərcməsiliyi, region söhbətlərini yığışdırın. Mən şəxsən sizə sorğu verəcəm. Mənə, bütün regionlara və təhsil ocaqlarına vermiş olduğumuz jurnalistlər məktəblərə daxil olmasın. Qərar, qəbul etdiyiniz qərarın sürətini istəyəcəm. Bir şəhid qardaşı kimi, bir veteran atası kimi, birinci Qarabağ müharibəsinin ömürlük iştirakçısı və ömürlük 3-cü qrup əlili kimi, bəsdirin Emin Əmrullayev. Biz canımızı fəda eləyəndə siz yox idiniz. Biz birinci Qarabağda canımızdan keçəndə, qanımızdan keçəndə yox idiniz. Evimizdən, aləmizdən şəhid verəndə siz yox idiniz. Və yaxud 44 günlük zəfər müharibəsində balalarımız o səngərlərdə prezidentimizin bir dənə dəmir yumruq siyasətindən birləşib gedəndə sizin evlatlarınız da yox idi. İndi siz qanun çıxarsınız, jurnalist oraya getməsin. Necə olur? Müharibə zolağını çəkir jurnalist. Necə olur? Dövlət Təhlükəsizlik Xidmətinin çıxışlarını çəkir verir. Respublika prokurorluğunu verir. Daxili İşlər Nazirinin, cənab prezidentin birbaşa intervyularını verir. Mən 3 dəfə gəlmişəm sizin qəbulunuza, mən sizin qəbula düşə bilmirəm. Bir nazir kimi sizin qəbula düşə bilmirəm. Niyə səbəb? Aşağıdan da deyirlər, şəhid qardaşı gəlir, veteran atası gəlir, birinci Qarabağ müharibəsinin ömrü 50 gəlir, istiqamət verirsiniz. Biz o istiqaməti verə bilirik, əzizim. Gəncə şəhərində körpələr evi rüşvətlə baş alıb gedir.
Hər yeni gələn uşaqlardan 100-150 manat, 30 manat aylıqlar alırlar. Dəfələrlə Elçin müəllim region rəhbərinə demişik. Nə fayda? Faydası nədir? Çağırırlar, gah onu, gah bunu ki, nə olar yoluna qoyacaq. Siz bunlara baxın, audit yoxlaması yollayın, vətəndaşları dinləyin. Körpələrini gətirib bağçalara, məktəblərə təhvil edən müəllimləri, valideynləri və onların yaxınlarını dinləyin. Siz elə faktlar tutun. Bəs sizin bu müəllimlərin, sizin bu gördüyünüz bu strukturdan neçə balalarımız ya bıçaqlanırlar, ya intihara səbəb olurlar, ya neyniyirlər? Bəs biz jurnalistləri niyə qaynadısınız? Biz jurnalistlərə siz çəpər qoymayın. Siz öz işə gəlməyib günləri yazılıb, hansı ki dərs saatlarını pula satan müəllimlərinizə qadağa qoyun. Region rəhbərlərinə göstəriş verin, jurnalistlərə yox. Məndən bugünlük bu qədər. Mövzu diqqətlədir, mövzuya qaydacam. İnşallah gün ərzində də, yaxın gündə də Gəncə şəhərində Elçin müəllimin adıyla hallanan və orada bir çox region rəhbərlərinin adıyla hallanan bizim 44 günlük zəfər müharibəsini xalqa yaşadan qazimizdən alınan 2800, 3500, 3000, 4000 manat pulları video çəkilişini də efirə təqdim edəcəm. O xalq görsün ki, tək bizim Azərbaycanda rüşvət digər qurumlarda deyil. Elə təhsilimizin başındadır rüşvət. Region rəhbərindən görüşürəm, Elçin müəllimlə. Mən prokurorluğa məlumat vermişəm. Nə prokurorluq? Sənin adından rüşvətlər yığılır. Sən bilmirsən onu. Mehman adında şəxs bu dəqiqə Gəncə şəhər bizim təzyiqimizlə, bizim təkidimizlə həmən adam barədə sağ olsun Gəncə şəhər baş polis idarəsi. Mən minnətdaram Gəncə şəhər baş polis idarəsinin rəisinə, general Teymur müəllimə. Ona görə minnətdaram ki, mən inanıram ki, bu Elgün balamızın da bu qətlinlə bağlı qoymaz ki, başda nazirimiz və devlətimizin başçısı olmaqla bu cinayət örtbasdır olunsun. Teymur müəllimə güvənirik, kürəyimizi söyküyürük. Teymur müəllimin də düzgün kadr seçimi etdiyinə görə bu Azərbaycan Respublikasında Gəncə şəhərinə düzgün kadr seçiminlə onu bura Gəncə şəhəri baş polis idarəsinə rəis təqdim etdiyinə görə Vilayət Eyvazov cənablarına minnətdarıq ki, belə bir generalların Gəncə şəhərinə gəlişindən sonra mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində çox saylı 90%-ə qədər dönüş yaranmışdır. Emin müəllim, jurnalistlərə qadağa qoymayın. Heç bir jurnalistə qadağa qoymayın. Sizin mən körpələr evinə baxanlarla əlaqə yaradıram. Qoy görüm regiona kim baxır, qoy görüm təhsilə kim baxır, qoy görüm nədir. Rüşvət baş alıb gedir, jurnalistə qadağa qoymayın. Hansı valideyni dindirirsiniz, pul istəyirlər. Siz bir Gəncə şəhəri körpələr evinə girin, görün nə qədər pullar var. Nazirsiniz, məni qəbul edin, mən bağçaların siyahilərini sizə verim. Məktəblərin siyahilərini sizə verim, nə qədər pullar yığılır. Məndən bu qədər növbəti görüşdə görüşənə dək. 102 xəbər info və inform xəbər TV rəhbəri və şəhid qardaşı 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı 3-cü qrup ömürlük əlili və 44 günlük zəfər müharibəsini xalqa yaşadan veteran atası Azər Xudaroğlu. Minnətdaram əzizlərim.